Fövqəladə Hallar Nazirliyində dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı növbəti səs-küylü fakt üzə çıxıb. Nazirliyin Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi heç bir tender müsabiqəsi keçirmədən bir mənbədən satın alma metodu ilə milyonluq müqavilə imzalayıb. Müqaviləyə əsasən Azərbiznes MMC Ağsu rayonunun Xatman kəndi ərazisində yeni salınmış 25 ədəd fərdi yaşayış evindən ibarət massivdə məhəlləarası asfalt yolun bərpası işlərini həyata keçirəcək. Bu işlərin qarşılığında şirkətə dövlət büdcəsindən 985.317 manat vəsait ödəniləcək. Aparılan araşdırmalar zamanı məlum olub ki, 2007-ci ildə dövlət qeydiyyatına alınan Azərbiznes MMC-nin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Hüquqi ünvanı Bakı şəhəri Nəsim rayonu Bülbül prospekti ev 55 mənzili 16 olan şirkətin qanuni təmsilçisi Laçın Şirvanoğlu Ağayevdir. Şirkətin rəhbəri Laçın Ağayevin adı sıradan bir sahibkar deyil. O, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğulları Taleh və Nicat Heydərovların rəhbərlik etdiyi Gilan Holding ilə bağlı çoxsaylı şirkətlərin də qanuni təmsilçisidir. Ağayev hazırda birbaşa holdinqə aid olan Gilan Satış MMC-nin də rəhbər vəzifəsini icra edir. Diqqət çəkən digər məqam isə Azərbiznes MMC-nin fəaliyyət tarixçəsidir. Sözgedən şirkət bu günə kimi ölkədə yalnız və yalnız Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən satın almalarda qalib olub. MMC təkcə son 5 il ərzində 7 müxtəlif layihənin icrası adı altında Fövqəladə Hallar Nazirliyindən ümumilikdə 29,7 milyon manat vəsait əldə edib. Tender müsabiqəsi keçirilmədən milyonların birbaşa nazir ailəsinə bağlı şirkətə ötürülməsi dövlət satın almalarında şəffaflıq və inhisarçılıq məsələsini yenidən gündəmə gətirib.